Motosiklet almaq, sürmək istəyirsən, lakin hardan, necə başlayacağını bilmirsən, gəl sənə hər şeyi sıralı şəkildə izah edeyim. Deməli belə, ilk növbədə bu kitabı oxumalısan və bu kitabı oxuya-oxuya A kateqoriya almaq üçün öz sənədlərini Baş Dövlət Yol Polisi İdarəsinə təqdim etməlisən. Praktiki olaraq motosiklet sürməyin əsaslarını öyrənmək üçün mütləq şəkildə motosiklet sürmə təlimlərimizə qoşulmalısan. Sonda isə imtahan verib sürücülük vəsiqəsini alırsan. Bundan sonrası asan. Arada boş vaxtına düşəndə gözlərini yum və özünü hansısa motosikletin üstündə xəyal et. Bu, yoxsa bu? Özünə ən çox hansını yaraşdırırsan? Təlim vaxtı öz müəllimindən də motosiklet seçməklə bağlı tövsiyə ala bilərsən. Ümumiyyətlə sən öz büdcəni 4 hissəyə ayırmalısan. Təlimə, oxumağa, qoruyucu ekipaja və motosikletə. Əmin ola bilərsən ki, bu saydıqlarımın arasında ən uyğun qiymət olanı elə bizim təlim qiymətlərimizdir. Təlim qiymətlərimiz haqqında ətraflı məlumat almaq üçün elə indi bizə yaza bilərsən. Qeyd edək ki, Azərbaycanda ən sərfəli qiymətə keyfiyyətli və 100% şəhərdə motosiklet sürə biləcək və söz verə biləcək təlim mərkəzi elə Motovasiyadır. Da nəyə gözləyirsən? Bizə yazmaqda pulla deyil ki.